isə mən kitab vərəqləməkdən danışdıqsa, kitab vərəqləməkdən danışdıqsa, vərəqləyək görək bugün biz hansı kitabı vərəqləyəcəyik və hansı kitabı tövsiyə edəcəyik bizim sevimli mürşid müəllimimiz. Amma mən sənə bir sualım var. Firuz, hazırsan da, yəni növbəti hücuba hazırsan. O acı sujeti əməli acı başa gəlir mənə. Çox acılar çəkəcəm mən belə başa düşdüm. Və səncə Bakı yer kürəsinin neçənci paralelində yerləşir? Biraz fikirləş, yəni bu sualın cavabı çox asandır, çox bəsitdir. Bununla bağlı mahnı da var. Bax, ipucu da verdim. Tapa bilmirsən 1, tapa bilmirsən 2, tapa bilmirsən 3. 40-cı paraleldə yerləşir. Amma haqqında, mürşid müəllimin haqqında danışacağı kitabın qəhrəmanları isə öz atalarını yer kürəsinin 37-ci paralelində axtarırlar. Yaxınlıqda axtarıblar. Bəli, yaxınlığında axtarıblar. Görəsən, hansı uşaqlardan və hansı axtarılan atadan gedir söhbət? Bunu mürşid müəllim deyəcək. Sabahınız xeyir olsun, mürşid müəllim. Necə dedi mürşid müəllim? Sabahınız xeyir olsun. Necəsiniz? Baxır ki, üçündə necə dedi mürşid müəllim. Necə oldu mənim Firuza olan hücumum? Çox maraqlı. Hətta mən də çətinlik çəkdim sözünü açıq. Fikirləşdim ki, o sualı yaxşı ki, mən ünvanlamalıyız. Yox, mürşid müəllim, sizin nə işi yoxdur, onun işi mənlədir. Amma sizə ünvanladığımız bir sual da var ki, bugün hansı kitabdan danışacağıq? Çox gözəl. Bugün biz Jules Verne'dən danışacağıq. Kapitan Grantın Uşaqları. Ümumiyyətlə, çox maraqlıdır ki, bəzən elə kitablar olur ki, uşaqlar üçün nəzərdə tutulur, amma onu daha çox böyüklər oxuyurlar. Məsəl üçün, biz bu kitab haqqında danışmışdıq, Kiçik Şahzadə. Amma elə kitablar var ki, əslində böyüklər üçün yazılır, amma onu uşaqlar yeniyetmələri oxuyur. Mən Jules Verne'in əsərləri aid elərdim bu cür kitablara. Onların da ən məşhurlarından biri məhz Kapitan Grantın Uşaqları kitabıdır. Sujet xətti çox maraqlı və sirli başlayır. Deməli, Lord Glenarvalın sahibi olduğu bir Duncan gəmisi var və dənizdə dənizçilər iri bir çəkic balığını ovlayırlar. Onu gəminin göyərtəsinə çıxardırlar və onun qarnından şüşə bir qab, butulka çıxır. Butulkanın içindən isə kağız parçaları, məktub. Yəni, o vaxtlar gizli məktubları, ümumiyyətlə məktubları butulkanın içinə qoyub dənizə atırdılar. Və dəniz suyu nə qədər də o kağızı körrasa da onlar orada 3 dildə oxuya bilirlər ki, həm alman, ingilis və fransız dillərində. Söhbət ondan gedir ki, Britaniya adlı bir gəmi qəziyə uğrayır, fəlakətə uğrayır və həmin gəminin heyətindən 3 nəfər, Kapitan Grant və 2 matros sağ qalır və kömək istəyirlər. Və bayaq Aysilə xanım dediyi kimi, onlar 37-ci paraleldə yerləşirlər. Və bütün səyahət macəra bundan sonra başlayır. Lord Glenarval Kapitan Grantın uşaqlarını tapır, Robert və Mary, və onlar bir yerdə kiçik bir dəstə ilə çıxırlar həmin Kapitan Grantın axtarışına. Bu əsərdə maraqlı bir personaj da var. O personaj Fransalı coğrafiyaşünas Jacques Paganel'dir. Çox maraqlı, gülməli, hursuz bir obrazdır. Hətta o həmin gəmiyə hursuzluqdan gəlib çıxır. Lakin onun hursuzluğu bəzən belə deyək, komanda heyətinə kömək də olur. Jules Verne bu əsərdə Cənubi Amerika, Patagoniya, Yeni Zelandiya, Avstraliyanı çox gözəl təsvir edib. Oranın təbiətini, florasını, faunasını və bu ondan irəli gəlir ki, əslində Jules Verne saatlarla, günlərlə kitabxanalarda vaxt keçirirdi. Bu məlumatlar toplayırdı və səyahətçilərə imkan olduqca səyahətçilərlə görüşürdü və onlara bu informasiyanı öyrənirdi. Ümumiyyətlə, Jules Verne bu kitabı yazmağa ilham verici faktorlarından, amillərdən biri də odur ki, deməli, Jane Franklin adlı bir xanım vardı. Bu xanımın həyat yoldaşı Sir John Franklin gəmi səyahətinə gedir və bu səyahətdə itir. Onun yoldaşı müraciət edir hökumətə ki, onu axtarsınlar. Lakin hökumət ona maliyyə vəsaiti tapa bilmir. Və belə deyək, sədaqətli xanım, həmin o Jane Franklin özü öz vəsaiti hesabına düz 7 dəfə səyahət təşkil edir Arktikaya ki, öz ərini axtarsın. Və onun bu fədakarlığına görə Kral Coğrafiya Cəmiyyəti ilk dəfə olaraq bir xanıma qızıl medal təklif verir. Çünki bu doğrudan da bir fədakarlığın nümunəsidir. Və yəqin ki, Jules Verne bundan ilhamlanaraq həmin o Mary Grant obrazını yaradıb. Jules Verne'in özünün də həyatı çox maraqlı olub. O həmişə uşaqlıqdan belə səyahətlərə, xüsusən dəniz səyahətlərinə maraq göstərib. 11 yaşında olarkən o evdən qaçır və Yunqa kimi bir gəmiyə düzəlir. Amma bəxti onu da gətirir ki, atası onu həmin gün orada tapır və evə təzədən qaytarır və söz alır ondan ki, bundan sonra sən səyahətləri yalnız öz xəyalını edəcəksən. Lakin əlbəttə ki, Jules Verne məşhurlaşandan sonra, onun kitabları məşhur olandan sonra o öz
hobbisindən, əyləncəsindən qalmır və hər dəfə özünə yeni bir gəmi, yeni bir yaxta alır və bu yaxtalarla, gəmilərlə səyahətə çıxır. Ümumiyyətlə, Jules Verne haqqında danışanda biz onun bir çox əsərlərin misal göstərə bilərik və onun bir maraqlı xüsusiyyəti bundan ibarətdir ki, Jules Verne'in öz əsərlərində göstərdiyi qurğular gələcəkdə həyata keçib, reallaşıb. Məsəl üçün, o Yerdən Aya adlı bir kitab yazıb ki, orada insanlar aya uçurlar. Bildiyiniz ki, yalnız 20-ci əsrdə, uzun illər sonra bu xəyalda olan bir şey reallığa çevrilib. Həmçinin o Kapitan Nemo'nun sualtı qayığını çox gözəl, mükəmməl təsvir edib və yalnız illər sonra bəşəriyyət belə xüsusi, elektrikli, müasir sualtı qayıqlar icad edib. Və bunun kimi çoxlu misallar göstərmək olar Jules Verne barədə. O ki, qaldı əsərə, Kapitan Grantın Uşaqları əsərində nə təcəssüm olunur? Əlbəttə ki, deməli, ailənin möhkəmliyi, ailə dəyərləri, bunlar uşaqlar nə qədər öz atalarına, öz ailələrinə bağlıdır ki, bütün çətinliklərə, bütün risklərə baxmayaraq onu axtarırlar. Bundan əlavə burada sədaqət və dəstək də böyük rol oynayır. Həmin o Lord Glenarvan çox zadəgan bir insandır və o bütün öz maliyyə imkanlarından, bütün öz fiziki imkanlarından kömək edir ki, bu iki uşağa öz atasını tapsınlar. Yəni, bütün bu amillər, dostluq, sədaqət, dəstək bu kitabın əsas xüsusiyyətlərindən biridir ki, sən istədiyin bir məqsədə çatmaq üçün bütün bu xoş, yaxşı əlamətlərdən istifadə eləməlisən. Və Jules Verne gəldikdə isə doğrudan onun silsilə əsərləri davam eləyəcək. Bundan sonra o, deməli, 20 min liye su altında, 80 gün yer ətrafında səyahət, 15 yaşlı kapitan və ümumiyyətlə onun əsərləri çoxdur və həm uşaqlar üçün, həm böyüklər üçün çox tövsiyə olunacaq kitablardan biridir. Bu həftəlik bu qədər. Sözü ötürürəm sizə. Təşəkkür edirik Mürşid müəllim. Mən sizə xüsusilə təşəkkür edirəm ki, məni uzaq 2002-ci il apardınız. Mən bunu bir dəfə burada efirdə demişəm, mənim oxuduğum ilk bədii kitab elə məhz Jules Verne'in Kapitan Grantın Uşaqları əsəridir. Xatırlayıram, mənim anam da filoloq olduğuna görə mən yay tətilində idim. İbtidai sinifi bitirmişdim, keçmişdim artıq 5-ci sinifə. İstirahətdə idim və təbii ki, küçəyə qaçmaq ancaq məni düşündürürdü. İstəyirdim gedim dostlarımla oynayım. Anam isə mənim qarşıma şərt qoydu ki, hər gün 30-40 səhifə bu kitabdan oxu, mənə danış, get, ürəyin istəyən qədər oyna və beləcə mən yay boyunca oxudum həmin əsəri, bitirdim və yaddaşımda da çox xoş xatirələr oyatdı. Ümumiyyətlə 2002-ci il futbol baxımından da mənim üçün yaxşı keçmişdi. Dünya çempionatını izləmişdim. Yəni həmin ilə 24 il əvvələ qayıtdım və bir daha Mürşid müəllimə buna görə təşəkkür edirik.